Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Mən Nurlani Muradova. Texnologiya 9-cu sinif 21-ci mövzunun izahına baxaq. Yun, ipək, pambıq və kətan parçalardan hazırlanmış geyimlərə qulluq. Sadaladığımız bu parça növlərinin hər biri təbii mənşəli parçalara aiddir. Və bu geyimlər həm çox dəyərlidir, keyfiyyətlidir, sağlamlıq baxımından da çox böyük əhəmiyyəti olan bir geyimlərdir. Geyimlərə qulluq nə cür edilməlidir? Geyimlərin qulluğu üçün hər bir geyimin üzərində onun əmtəyyarlığı bərk edilir. Və oradan biz məlumatları hansı halda yuyulmalıdır, nə cür qulluq edilməlidir, məlumatları oradan bilirik. İndi baxaq öncə yun və ipək paltarları üçün əmtəyyarlığındakı simvolların izahına. Həm yun, həm də ipək parçalar islağa qoymadan 40 dərəcə Selsidən yüksək olmayan temperaturda əl ilə yuyulur və yüngülcə burmadan sıxılır. Yəni əl suyun içərisinə daxildirsə, demək su əli yandırmır, yumaq lazımdır. Sonra yun parçadan olan məmulatların üzərində bu etiket varsa, yumaq olmaz. Nəm halda onunla ehtiyatlı davranmaq lazımdır işarəsidir. Yun və ipək parçaların hər ikisi deməli düz xətlər sütun şəklində yerləşibsə, məmulat nəm halda asılır, sonra qurudulur və sətir şəklində yun parçalardan bəziləri müstəvi səthdə qurudulmuş halda yəni qurudulur, bu cür sərilir. Yun parçalar ütünün altı 150 dərəcədən çox olmayan temperaturda ütülənmə olmalıdır. İpək parçalar ütünün altı 110 dərəcə Selsi temperatura qədər olduğu zaman ütülənir və nöqtə 1-dir. Yun parçalar quru təmizləmədən istifadə edilir, yəni kimyəvi təmizləmədən. Quru təmizləmə qadağandır, 40 dərəcədən artıq olmayan temperaturda əl ilə yuyulur. Yox işarəsi yazılıb, burada ipək parçadan gedir söhbət. Bir də yun və ipək parçaların hər ikisini xlor tərkibli maddələrlə ağartmaq olmaz. Vaxt və pul sərfini azaltmaq üçün məmulatın çirklənmə dərəcəsi, rəngi və parçanın növü nəzərə alınmaqla yuyulma və təmizləmə zamanı istifadə ediləcək yuyucu təmizləyici vasitələrin təsir gücü haqqında məlumatlı olmaq lazımdır. Əgər lazımi yuyucu tozlar, gellər və digər təmizləyicilər vasitəsilə istifadə edilərsə, təbii ipək və yun parçadan hazırlanmış məmulatları qabaqcadan islağa qoymaq tələb olunmur. Sonra müəllimlər, yuyulmadan öncə məmulatlar parçanın növünə, rənginə və çirklənmə dərəcəsinə görə çeşidlənir. Yun və ipək parçadan olan məmulatlar 30-45 dərəcədən artıq olmayan temperaturda, yəni onları yumaq olmaz. Yuma və yaxalama üçün su ilıq olmalıdır. Əks halda məmulat kiçiləcəkdir. Yun parçadan hazırlanmış geyimləri tərs üzünə çevirib sərmək lazımdır ki, rəngi bozarmasın. İpək və yun məmulatları burub sıxmaq olmaz. Çünki bu zaman onlar öz formasını itirəcək. Adətən belə məmulatlar çox güc sərf etmədən yüngülcə sıxılır və düz səth üzərinə sərilməklə qurudulur. İpək məmulatlar qurumamış, nəm halda ütüləmək daha yaxşıdır. Bu üsulla ütülənən məmulat hamar və qırışsız olur. Sonra ipək məmulatlar üçün ütünün altlığı 110 dərəcə Selsi temperaturda olmalıdır. Bu geyimlər astar hissəsindən ütülənməlidir. Əks halda tikişlərin izi parçaya düşə bilər. Sonra gəldik yun məmulat. Yun məmulat yuyulub ütülənəndə sıxılır. Ona görə də nəm isti emal zamanı məmulatın üzərinə nəm parça sərilir. Ütü altlığının temperaturu 150 dərəcə Selsiyə qədər olmalıdır. Astarlı geyimlər üst hissədən nəm parça və isti ütü vasitəsilə ütülənir. Yun parçadan olan məmulatlar ev şəraitində benzin, aseton, naşatır, spirti kimi vasitələrin köməyi ilə təmizlənir. Yəni kimyəvi təmizləmənin evdə yerinə yetirilmə üsullarıdır. Bu vasitələrdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Əgər əl altında belə vasitələr yoxdursa, kimyəvi təmizləmə məntəqələrinin xidmətindən istifadə edilməlidir. İpək parçadan tikilmiş məmulat bu vasitələrlə təmizləmək yol verilməzdir. Və pambıq və kətan parçaların simvollarının mənası. Demək, boyamağa davamlı bütün pambıq və kətan parçalar 95 dərəcə Selsidən yüksək olmayan temperaturda yuyulur. Rəngi çıxan pambıq və kətan parçalar əl ilə 40 dərəcədən artıq olmayan temperaturda ehtiyatla yuyulur.
Pambıq və kətan parçalar paltar yuyan maşının barabanında qurudula bilər. Bütün pambıq və kətan parçalar 200 dərəcədən artıq olmayan temperaturda ütülənə bilər. Bu zaman ütünün üzərində nöqtə 3 olur. Pambıq və kətan parçalar istənilən həlledicidən istifadə edilməklə quru təmizləmə aparıla bilər bu geyimlərin üzərində. Daha sonra rəngi çıxmayan bütün pambıq və kətan parçalar xlor tərkibli vasitələrlə ağardıla bilər. Rəngli parçalar, onları isə ağartmaq olmaz. Çirkli paltarlar yuyulmadan öncə hazırlandığı parçanın növünə, rənginə və çirklənmə dərəcəsinə görə çeşidlənir. Pambıq və kətan parçadan olan məmulatlar ayrıca yuyulur. Rəngli və ağ paltarları bir yerdə yumaq olmaz. Bu halda onların rəngi qarışar, rənglilər bozara bilər. Rəngli və kətan parçalardan tikilmiş məmulatlar müxtəlif yuyucu vasitələr və sabunun köməyi ilə 60 dərəcədən yüksək olmayan temperaturda yuyulur və yuyulmadan öncə paltarların cibi boşaldılır. Yuyulmuş paltarlar açıq havada qurudulur, bozarmasın deyə tərs üzünə çevrilir. Qırışların açılması və asan ütülənməsi üçün sərilən zaman çırpılır. Və nə cür sərilir? Köynəklər və koftalar çiynindən, şalvarlar isə belindən asılır. Yataq dəstləri azacıq nəm halda ütülənir. Ütünün temperaturu parçanın növündən asılı olaraq dəyişir. Pambıq və kətan parçadan olan məmulatlar yüksək istilik rejimində, yəni 150-210 dərəcə Selsidə ütülənir. Əgər məmulat çox quruyubsa, onu bir neçə dəqiqə nəm tiftikli əl-üz dəsmalına büküb saxlamaq, yaxud da buxar rejimində ütüləmək lazımdır.